İlqar Mikayıloğlu şiələri vələdüzzina adlandırır. Hər bir Azərbaycanda yaşayan, Azərbaycan dırnaqarası vətəndaşı olan, amma ürəyində Xameneyi sevgisi gəzdirən və özünü ağam-ağam deyib öldürməyə belə hazır olan şəxslərin nəzərinə. Siz insan deyilsiniz. Bu bir. Əgər siz mollalara xidmət edirsiniz, siz Azərbaycan vətəndaşı deyilsiniz və ümumiyyətlə sizin bundan sonra bu ölkədə Azərbaycanda yeriniz yoxdur. Vələdüznanın yeri Vələdüznə xanada olmalıdır. Vələdüznə xanada ki, İrandır. Bu videodakı şəxs isə İlqar Mikayıloğlu'nun bacısı Gülər Əhmədovadır. Bu Kəmaləddin idi, buranın bütün mikrofonu verirəm. Respublika Prokurorluğunun məlumatına görə bu video görüntüdə cinayət işinin materiallarına əlavə olunub və bununla bağlı zəruri prosesual hərəkətlər həyata keçirilir. Elşad Abdullayev birinci dəfə sentyabrın 25-də video görüntü yaymışdı. Oradakı söhbətdən başa düşülür ki, Gülər Əhmədova olduğu bildirilən qadın rektordan deputat seçilməsi üçün 1 milyon manat pul istəyir. Video çəkilişin 2005-ci il parlament seçkiləri ərəfəsində aparıldığı bildirilir. Görüntülərin yayılmasından sonra Bakı şəhər prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi açılıb. Gülər Əhmədova isə parlamentdə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib və MSK oktyabrın 3-də onun mandatını ləğv edib. O, keçmiş deputatdır və onu fırıldaqçılıq, dələduzluq üstündə həbs eləyiblər. Gülər Əhmədova ağır cinayəti gizlətmə, xalqın əmlakını kütləvi şəkildə mənimsəmə kimi maddələrlə ittiham olunub. Atalar belə yerdə deyib ki, evin şüşədəndirsə, başqasına daş atma ginən. Sən bilirsən ki, sənin ailən dələduzluqla bu xalqın malını mənimsəyib. Durmusan indi şiələrin ailəsinə dil uzadırsan, şiələrə vələdüzzina deyirsən. Tolstoy yazırdı ki, hətta bazar adamları və mütriblər də hansısa imtiyazlar əldə eləmək üçün özlərini vətənpərvər göstərirlər. Sən də indi özünü vətənpərvər göstərmək üçün istəyirsən ki, şiələrə dil uzatmaqla bu fürsətdən yararlanasan. Son olaraq sözümü bu məşhur deyimlə bitirim. Elə bir it olmadı ki, biz Əhl-i Beytə hürəndən sonra qotur tutmasın.